Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Daha öncə qəbula düşmüş üçbucaqlarla bağlı belə bir sual var. Bu sualın izahına baxırıq. Bu asan versiyasıdır. Sonra bir dənə də fərqli forması var. Ona da baxacağıq. Bu suallar daha öncə qəbula fərqli formada, fərqli üçbucaqlarla da olsa düşübdür. Əsas həll yolunu bilsək, ipucunu bilsək, nə formada düşsə həll edə bilərik. Deyir ki, 7 dənə üçbucağı, yəni bu verilən üçbucaqları fırlatmamaq şərti ilə verilmiş şəkildəki formada elə yığın ki, qonşu üçbucaqların ümumi təpə nöqtələri ətrafındakı ədədlər eyni olsun. Bu cümlə nə deməkdir? Qonşu üçbucaqların təpə nöqtələri ətrafındakı ədədlər eyni olsun. Tutaq ki, burada 2, 3, 1 yazılmayıb. Bunu gətirib qoydum bura. Məsələn, deyir ki, bunun altına. Götürüb bunu yazma. Çünki burada 1, 2, 3'dür. Onu qoysam, baxın nə olacaq? 1, 2, 3. Deyir ki, ümumi təpə nöqtələri ətrafındakı ədədlər eyni olsun. Yəni, mən bu üçbucağın altına bunu qoyanda, burada 1 ilə 3 düşdü, burada 1 ilə 2 düşdü. Deyir ki, eyni nöqtəyə eyni ədədlər düşsün. Üçbucaqları deyir, elə düzün ki, yapboz kimi, puzzle kimi. Elə düzün ki, eyni nöqtəyə eyni ədədlər düşsün. Onda mən bu 3, 1-dirsə, bunun altına 3, 1, 2-ni qoya bilərəm. Baxın, burada 3 olsun, burada 1 olsun, burada 2 olsun. Onda bu 2 dənə üçbucaq getdi. Qaldı 5 dənə üçbucaq. Sadəcə belə bir şey var ki, əgər mən burada dənə-dənə yığmağı yoxlasam və bura qoyduqsa da üstünə xətt çəksəm, sonda almaya bilər. Hansısa birinin yeri düz qoymadığım üçün, düzgün formada düzməyə başlamadığım üçün, bəlkə burada mən 2, 3, 1-i yox, bunu qoymalıydım. Bəlkə o birini qoymalıydım. Düzgün başlamadığım üçün almaya bilər. Və bəlkə də məsələn 4-5 dənə versiya var. Onda mən silib bir daha yazmalı olacağam. Silib bir daha yazmalıyım ta ki hamısı düzlənə kimi. Hamısı düzləndən sonra deyir ki, burada A-nın yerinə hansı rəqəmdir, bu C-nin yerinə hansıdır, B-nin yerinə, D-nin yerinə onu tap. Amma 4-5 dəfə yazana kimi də həm də sil yaz, bu çətin olacaq, problemli olacaq. Bunun qısa yolu nədir? İpucu tapıb, dəqiq bir ipucu tapıb ona əsasən getmək. Baxıram ki, 3 dənə üçbucaq baş aşağıdır, tərsinədir, 4 dənəsi də üzü yuxarıdır. Sonra bu 3 dənə baş aşağı üçbucağa baxıram ki, üçündə rəqəmləri fərqlidir, içi fərqlidir. Bu mənim üçün ipucu sayılmaz. Buradan bir şey çıxmaz. Amma bu 4 dənə yuxarı dayanan üçbucaqlara baxıram ki, görüm buradan ipucu çıxara bilirəmmi? Görürəm ki, 2 dənə üçbucaq tamamilə eynidir. Baxın, 1, 2, 3. 1, 2, 3. İçi eynidir. Bunların da içləri fərqlidir. Deməli, məsələn, bu eyni olanları mən orada tapa bilərəm. Və yaxud da ki, bu fərqli olanlardan nəsə çıxmaz. Çünki biri 2-dir, biri 3. Amma bu eyni olanları tapa bilərəm. Bəs necə tapacam eyni olanları? Eyni olmağın mənim nəyimə yarayır? Necə tapıram? Hərflər qoyuram. Orada 1, 2, 3 yerinə mən hərflər düzürəm. Götürürəm 3 dənə hərf, A, B, C-dan fərqli hərflər götürürəm. Məsələn, Ç, L, M. Gedirəm o hərfləri orada düzürəm. Və fərqi yoxdur. İstədiyiniz yerdən başlayın, fərqi yoxdur. Sadəcə o qaydaya əməl edin ki, məsələn, eyni yerə bura 2 yazmışamsa, burada 2 yazım, burada 2 yazım. Eyni təpə nöqtəsinə qonşuluqları eyni hərflər düşsün. Ümumi təpə nöqtələrinə eyni hərflər düşsün. Və sonradan mən görəcəm ki, 2 dənə dik dayanan 2 dənə üçbucağımda, məsələn, burada da L yazılıb, burada da L yazılıb. Onda biləcəm ki, məsələn, onlardan həmin o L-lar buna aiddir. Və beləcə sual bitmiş olacaq. Gəlin tətbiq eləyək, baxaq. Gəlirəm, baxın, buradan başlayıram. Ç, L, M. İndi bura M yazdımsa, qonşuların hamısı oldu. M. İstəsəm, hətta bir dənə böyük, bir dənə M yazaram, bitib gedər. Bura L yazmışamsa, qonşu da oldu L. Onda bu üçbucağa baxsaq, L, M, bura oldu Ç. Ç-ni biraz böyük yazıram, çünki o biri qonşular da onsuz Ç oldu da, hamısı oldu Ç. Sonra Ç, M, onda bura nə oldu? L. Biraz böyük yazıram, o biriləri də aiddir çünki. M, L, onda bura nə oldu? Ç. Və məsələn, bunu yazsaq, M, Ç, onda yuxarı oldu L. Bu 3 dənə hərfi döndürə-döndürə hər yerə yazıram. Burada nə var? Ç, L, aşağıya nə oldu? M. M hərfini yazdıq. Ç, M, burada oldu L. İndi bu bizim nə işimizə yarayır? Gedirəm, dik dayanan üçbucaqları tapıram. Üzü yuxarı baxanları. Biri budur. Biri budur. Deməli, bunun yuxarısına 2 yazılıb. Bunun yuxarısına M yazılıb. Biri budur. Yuxarısına 2 yazılıb. Biri budur, yuxarısına L yazılıb. Aha, fikir verdinizsə, bunda yuxarısına 2 yazılıb. Bunda yuxarısında 2. Bir dənə M, bir dənə L. Amma 2 dənə 2. Məndə də bir dənə 2, bir dənə 3 var idi. İndi onlardan hansı L-ya aiddir, hansı M-ya aiddir, hələ ki bilmirəm.
Amma ki 2 dənə 1 ilə başlayanım var idi. Burada da 2 dənə 2 ilə başlayan var. Deməli onlar 1-dir də. Bu qədər sadə. Deməli mən gedib bu 1 2 3-ü bura qoya bilərəm. 1 2 3. Burada da 1 2 3. Qalanını heç davam etdirməyə ehtiyac yoxdur. Sual bitdi. Artıq mən bildim ki, K 1-dir, L 2-dir, M 3-dür. Mənə A, B, C-dən tapmaq lazımdır. A, B, C, D. A hardadır? Burada. A-ya L hərfi yazmışam. L nədir? 2. Oldu 2. B hərfi hardadır? Burada. Ç-dır 1 tapmışam. C hərfi buradadır. C-yə nə yazmışam? L. D-yə nə tapmışam? 2. D hərfi burada tapmışam ki 3-dür. Sual bitdi. Hamısını heç bir düzüb yoxlamama ehtiyac yoxdur. Çünki çox spesifik bir ipucu tapmışdım deyə 100% əminəm. İndi gəlin bunun başqa bir növünə baxaq. Bu sualda da eyni şərtdir. Baxıram ki, sadəcə ora fərqli olan odur ki, hissələrin sayı daha çoxdur. Və aşağıdakı fiqura da baxıram ki, biraz daha iridir. Burada da yenə eyni qayda ilə ipucu tapıram. İpucu nə ola bilər? Baxıram, məsələn, bu 3 dənəni götürsəm, burada görürük ki, baxın, bunlar başqa cür dayanıb, bunlar başqa cür dayanıb, bunlar başqa, bunlar da başqa. 4 cürə dayanıblar. Hərəsinin içində 3 dənə üçbucaq var. Deməli, məsələn, buradan ipucu çıxmaz. Burada çünki hərəsi başqa rəqəmlə gedir. Biraz çətin ola bilər. Amma belə ola bilər ki, məsələn, bunun da burasında 1 var. Bu düzbucaq hissəsində. Bunun da düzbucaq hissəsində 1 var. Bunda isə 3-dür. Deməli, bunu taparam da, bu fərqləndi onlardan. Bəs bunlarda da ikisində də 1-dir. Bunları tapa bilərəmmi? Bunun biri 2 ilə davam edir. Bunun burasında isə 3 yazılıb. İçi tam eyni deyil bunların. Bunlar qarışa bilər. Amma bunu 100% taparam. Çünki bu tək qalacaq. Bunu tez taparam. Və yaxud da ipucunu mən götürərəm. Oradan istəmirəmsə buradan götürərəm. Deyərəm ki, bu da 2 ilə başlayır. Bu da 2 ilə başlayır. İndi aşağıları 1, 3, 3, 1. Bu fərqlidir. Bu heç. Əsas odur ki, ikisi də 2 ilə başlayır. Bunları atarım orada tapandan sonra. Hərflər qoyandan sonra. Deyərəm ki, bunda bir dənəsi 3 ilə başlayır. Bunu götürərəm. Və yaxud da ki, fərq yoxdur. Yəni, burada bir neçə yerdən ipucu götürmək olar və yaxud da buradan götürürəm ipucunu. Elə bunu götürək başlayaq. Deyirəm ki, 2 dənəsi 2 ilə başlayır, bir dənəsi 3 ilə. Deməli, bu 3 ilə başlayanı tapacam. Belə dayanan üçbucaqları axtaracam, onlardan tapacam. Yenə K-lımını düzürəm. Bu K-dırsa, özümdən birinci istədiyim 3 hərfi qoyuram bura. K, L, M. Sonra bu L-dırsa ətrafı da L-dır. L, K, bura oldu M. L, M, bura oldu K. L, K, onda bura nə oldu? M. Burada yazıram M. M, L, onda bura oldu K. Burada yazıram K. Böyük yazıram çünki ətrafına da aiddir. K, M, onda aşağı oldu L. Bura. K, L, bura oldu M. Və M, L, bura oldu K. L, K, bura oldu M. Bitdi. Gəlirəm, indi belə dayanan üçbucaqlara baxıram. Biri buradadır. Deməli, oradadır və K ilə başlayıb. Biri buradadır. L ilə başlayıb. Biri də bir dənə baxaq, bir dənə göz gəzdirək. Biri də buradadır. K ilə başlayıb. Deməli, 2 dənə K ilə başlayan var. Bir dənə L ilə başlayan var. Burada da 2 dənəsi 3 ilə başlayır. 2 dənəsi 2 ilə başlayır. Bir dənəsi 3 ilə başlayır. Deməli, mən bunu tapdım. 3, 1, 2-nin hansı olduğunu tapa bilərəm. Çünki bir dənə. Orada 3 ilə başlayan burada bir dənədir. Orada da L ilə başlayan bir dənə idi. Buradadır L ilə başlayan. Və qiyməti nə oldu? Bir dənə bunları silək. 3, 1, 2. 3, L oldu 3. M oldu 1, C oldu 2. Artıq qalanı qoymuram. Çünki 100% tapmışam ipucunu. Qalanı bir-bir düzməyə ehtiyac yoxdur. A, M hərfidirsə M-ya mən 1 tapmışam. B hərfi hardadır? Burada. M nə idi? 1. C hərfi K-dır, K-yə 2 tapmışam. D hərfi M-dır, M-ya 1 tapmışam. 1121. Bu da oldu bu sualın cavabı. Açıq sual şəklində verilibdir. Həll yolunu bildikdən sonra bunun başqa versiyaları da düşdükdə eyni formada yazıb tapa bilərsiniz. Sağ olun, hələlik.